Belki de bir ay bundan önce sağlam qidalanma qərarı almışdım. Amma heç vaxt bu qərarın üzərində qala bilmirəm, bilmirəm niyə. Yəqin ki, iradəm elə də güclü deyil. Bu kabaçkini o zaman almışdım və bir aydır soyuducuda məni gözləyir. Axır ki, bugün bunu dəyərləndirmək istədim və YouTube'da bu resept çox çıxırdı qarşıma. Kabaçkidən spagetti resepti. İstədim bunu yoxlayım, görüm necədir. Həqiqətən tərifə layiqdirmi, yoxsa yox. Gördüyünüz şəkildə kabaçkidən spagettimizi hazırladıq. Düzdür, mən burada tərsinə eləmişəm, amma siz birinci üzərinin bu padlivkasını hazırlayın. Ondan sonra kabaçkini hazırlayın ki, bunu hazırlayana kimi o soyumasın. Çünki o çox tez bişir də, yəni tərəvəzdir də, elə bir damcı istilik dəyən kimi bişir. Əti bu şəkildə bişirdim. Pomidor da əlavə elədim. Pomidor olmayanda tomat əlavə edirəm. Qışda adətən, amma bu dəfə var idi deyə istifadə etdim. Ağzı qapalı şəkildə vamxodda bişirdim. Pomidorları da belə qaşığın arxasıyla əzirəm. Eyni zamanda əti də bu şəkildə xırda hissələrə bölürəm ki, iri-iri qalmasın. Çünki heç sevmirəm. Biraz duz və xmeli suneli əlavə etdim ətə. Bu şəkildə hazırladım. Belə çox ləzzətli olur. Biraz əgər spagettinin üzərinə eləyirsinizsə, spagettinin suyundan da əlavə edə bilərsiniz. Elə daha yaxşı olur. İndi məndə normal spagetti deyildi deyənə əlavə edə bilmədim. Belə üzərinə qatıq da əlavə edirik. Bu şəkildə nuş edə bilərsiniz. Dadı, ləzzəti qayət dadlı idi. Amma düşünürəm ki, spagettinin yerini verməz. Amma diyeta zamanı və yaxud da sağlam qidalanma zamanı gözəl bir seçənəkdir.